Mənim yoldaşımın başqa qadını var. Hər dəfəsində dalaşırıq, o andlar içir, deyir ki, məni sevir, amma sonra yenidən mən tapıram ki, onlar danışırlar. Ümumiyyətlə bizim ölkədə bu praktika çox genişdir. Nə vaxt kişilərin, əsas da kimin biraz imkanları var, öz ailəsi var. Çox vaxtı onlar çox ailəcanlı olurlar, ailələrinə yaxşı baxırlar. Bəzən o qədər də yox. Və qıraqda onlarda var başqa bir qadın. İlk növbədə təəssüf ki, bizdə hələ də bölünür alnası qızlar və gəziləsi qızlar. Gəziləsi qızlarla yaxşıdır vaxt keçirmək, onlarla sevişmək, macəralar yaşamaq, emosiyalar. Evlənəsi qızlar, onlar uşaq analarıdır, onlar mənə yaxşı baxacaq, onlar ailəcanlıdır və s. Amma heç kəs düşünmür ki, həmin o ailəcanlı ana, sənə baxan yoldaş, o da istəyir, həmin o emosiyalar, o da istəyir gözəl vaxt keçirtmək, gözəl yataq yaşamaq və səninlə sevgili kimi olmaq. Bu videoda heç bir halda nə bir tərəfə ya digər tərəfə haqq qazanılmır, ya da ki, kimisə burada alçaltmağa fikrimiz yoxdur. Bizə lazımdır biraz aydınlıq gətirmək. Niyə görə bu şeylər baş verir və kimlər həmin o söhbəti tutacaq, onlar anlayacaq necə bu döngüdən çıxmaq olar. İndi əlbəttə ki, söhbət gedir həyat yoldaşlardan. Çünki mən hər zaman onun tərəfindəyəm ki, ailələr bütöv olsun, ailələr xoşbəxt olsun, ailələr bir-birinə sağlam və hörmətlə yanaşsın və əlbəttə ki, çalışsın ki, həmin o sevgini, o marağı canlandırsınlar. Bütün mənim marafonlarım da, təlimlərim də buna doğrudur. Amma eyni zamanda da digər tərəfdə onların öz hansısa həyat baxışları var, onların öz ümidləri var, onların da hansısa səbəbləri var. Yəni ki, heç kəs kefdən ay Dəmir, mən ancaq ana olum, ya da ki, heç nə olmaz, mən ancaq sevgili olum, bunu demir. Yəni ki, hər kəs baxır, onun bacarığı nədir, onun üstünlükləri nədir və o tərəfə gedir. Bu bizim həyatda qalmaq üçün instinktimizi aktivliyindən söhbət gedir. Və siz ailəsiz, birlikdəsiz, indi bəlkə sevib evlənmisiniz, yoxsa görücü usulla evlənmisiniz. Təzə-təzə hər kəsin biz ancaq xoş tərəflərini görürük. Ancaq olmasa da bəli, xarakterin müəyyən bir tərəfləri yavaş-yavaş üzə çıxır. Amma ümumilikdə var hansısa bizim qabağımızda obraz. Nə vaxt iki insan başlayır birlikdə yaşamağa, həmin o obraz itir. Çünki adi həyat başlayır və adi həyatda biz birazcık səs-küylük, misal üçün hamamda, tualetdə xarç-xurç, bart-purt səslər var. Və əlbəttə ki, axı biz ailəyik, amma heç kəs istəməz onun o hissəsini görsünlər, bu bir. Və görmək də istəməz, eşitmək də bəzi şeyləri istəməz. Sonra var adi rutin, harda kişi gedir işə, gəlir, bəlkə qadın da gedir işə, gəlir, sonra hansısa başlayır söhbətlər, nədənsə xoşum gəlmədi, biz dalaşdıq, qırışdıq, ya da ki, günlük problemlərdən mən danışdım və həyat yoldaşdan söhbət gedir. Həyat yoldaşı danışır günlük problemlərdən, kişi də oturub hələ də düşünür iş barəsində, ya da ki, istəyir gizlənmək telefonun içində, sadəcə nəyəsə baxmaq. Qadın buradan keçdi, gördü ki, o baxır, bəlkə haradasa qızlara baxdı, dava düşdü. Yəni ki, başlayır sanki o çəkişmə, amma eyni zamanda da insanlar getdikcə sanki bir-birini qəbul edə bilmirlər, bir-birinin adi olduğunu qəbul edə bilmirlər. Və nə qədər əvvəldən o gözləntilər və o hansısa
illüziya çoxdur, o qədər də sonra o mənfi şeylər böyük bir təsir göstərir. Eyni zamanda da kişilər, onlar görür ki, aha, qadın tam mənə nəsə irad bildirir, nəsə yenə söz-söhbət düşdü, yenə mən nəsə düzgün etmədim, yenə nədənsə onun xoşu gəlmir və s. Və sonra, ya da ki, əvvəldən o qarşılaşır bir qızla. Hansı ki, belə şən, haha, hihi, yüngül həsiyyətli, bəlkə də yüngül həsiyyətli olmasa da, amma o birincisi seksualdır bu kişi üçün. O hiss edir ki, o seksualdır və bunu təqdim edə bilir. Bunu istifadə edə bilir. Xarakteri çətin olsa da artıq o emosiya qatır bu ünsiyyətə. Və burada var bir məsələ. O qadın bilir ki, o qıraqda bir qadındır. Onun haqları yoxdur bu kişiyə. Və bu səbəbdən də onlar başlayırlar fərqli manipulyasiyalar etmək. Kimsə daha mülayim manipulyasiyalar edir. Yəni, kişi üçün elə bir şərait yaradır ki, sanki bura sakitçilikdir sənin üçün. Mən səni burada başa düşürəm. Sən mənimlə hər bir şeyi paylaşa bilərsən. Mənimlə hər bir şeyi danışa bilərsən və mən səninlə dost kimi danışıram. Sonra sən mənə fantaziyalarını aça bilərsən və mən düşünməyəcəm ki, sən tupoysan ya da ki, sən maraqsızsan. Bu qadın onun ailəsini tanımır və onun üzünə nələrisə tullamır ki, sənin ailən nəsə. Yəni ki, bu qadının qabağında bu kişinin obrazı o dağılmır. Çünki onlar birlikdə yaşamır, onlar dərindən hansısa ailələr bir-birini tanımır. Onların münasibəti sanki iki dost və eyni zamanda da var orada romantika və eyni zamanda da bəlkə onlar sevgilidirlər ya da ki, sadəcə bu kişi bu qadının yanında özünü rahat, sərbəst hiss edir. O istədiyini burada danışa bilər ya da ki, danışmaya da bilər. Heç kəs ondan soruşmayacaq, niyə susmusan, niyə görə mənimlə danışmırsan, niyə görə mənimlə maraqlanmırsan, niyə görə biz filan yerə getmirik. Çünki onlar bilir ki, niyə görə onlar filan yerə getmirlər. Onlar bilir ki, onun bəlkə də özünə aid vaxtı lazımdır və bu qadın da tək olmağa öyrəşdiyindən, yəni bu kişi daimi ailəsi iləndir ya da ki, işdədir və arada bir ona baş çəkir. Özü ilə vaxt keçirməyə bacarır və onun öz hansısa həyatı var. Və onlar yeni şeylər hansısa müzakirə edə bilərlər, çünki onun hansısa öz həyatı var və bunlar görüşəndə ya da ki, danışanda onun nəsə baş verir ya da ki, nəsə. Yenə də maraq onda deyil, əsas maraq ab-havadadır və həmin o gözəl sevişməkdədir. Bunlar ikisi bəlkə də ən önəmli faktordur. Ab-hava, harda mən burada rahatam, mən burada qəbul olunmuşam, məni burada anlayırlar və biz çox gözəl, super sevişirik. Dəyişdirəcəkmi bu kişi öz ailəsini bu qadına çox nadir hallarda? Dəyişən dərəcədə nadir hallarda, çünki orada hər şey stabildir, orada o hər şey başa düşür. O, onun uşaqlarının anasıdır. Amma burada maraqlıdır. Amma burada həyəcanlıdır. Amma burada alovludur. Və mənim bu həyata, bu dünyaya çatdırmaq istədiyim sözüm nədir? Hər bir qadın həmin o obrazı özündə canlandıra bilər. Çünki nəticədə o da qadındır, sən də qadınsan. Ona çatışmır bəlkə sənin ailə canlığın, ona çatışmır sənin ailən, yəni ki, sənin hansısa ailən var idi, sənin hansısa dəyərlərin var idi, sənin hansısa tərbiyən var idi. Bəlkə bu qadına bu çatışmır. Bəlkə bu qadında həmin o dərinlik yoxdur. Ya da ki, əksinə o var və onlar orada söhbətlər də edə bilər.
dərin söhbətlər, uzun, harda söhbətlər təkcə uşaqla, ya da ki, ailə ilə, ya da ki, hansısa kimlərdənsə söhbət getmir, onlar özləri haqqında danışa bilərlər. Bu, bilirsiniz, baxır həm kişinin, həm də ki, həmin qadının inkişaf səviyyəsinə və maraqlarına. Nə vaxt həyat yoldaşı bunu anlayır, nə vaxt o ay yox, bu niyə mənim başıma gəldi, ay yox, mən bu qadın niyə mən yox, o qadındır, ay qurbanlıq pozisiyadan çıxır, harda o soruşmur niyələri, o soruşur mən nə edə bilərəm. Düzdür, kimsə deyir ki, mən dərhal boşanıram, bu sizin şəxsi işinizdir, amma biz elə bir mühitdə yaşayırıq ki, burada bu çox ailələrə bu üsul heç ola bilməz. Onlar burada qalacaqlar və necə onlar bununla yaşasınlar və barışsınlar. Burada barışmaq sözündə var belə bir yanlışlıq. Barışmaq sanki o onun yanına gedir, mən də uşaqların anasıyam. Əslində hər kəs istəyər ki, bütün bu cəmlənsin onun öz evində, onun öz ailəsində. Onun bütün enerjisi, varlığı, pulları, vaxtı buraya getsin. Çünki nəticədə bu onun ailəsidir, bu onun qadınıdır, bu onun uşaqlarıdır. Təəssüf ki, çox vaxtı da bu belə alınmır. Çünki qadın buraya gəlir, mən həyat yoldaşıyam, mənim bu kişidə haqlarım var, mən bu evdə haqlarım var və mən istədiyimi danışa da bilərəm, onun üzünə nəsə vura da bilərəm, problemlərlə yüklənək, o məni əyləndirsin. Hər kəsin yenə də xarakteri fərqlidir. İndi bilirəm ki, qızlar üsyan eləyəcək, niyə sən bizə belə deyirsən? Qızlar, həqiqət deyirəm. Mən bu işdə 8 ildən çoxdur və bu tip məsələlərlə sonsuz qədər çox üzləşmişəm və nə vaxt biz başlayırdıq işləmək, həmin o həyat yoldaşından söhbət gedir, həmin o həyat yoldaşı ilə, nə vaxt o başlayırdı özündə canlandırmaq həmin o sevgili rolunu, münasibət çox dəyişilirdi. Dağılan ailələr, onlar bərpa olunurdu, maraq qayıdırdı. Və getdikcə görünürdü ki, kişi ya daha çox evə meyillidir, ya ümumiyyətlə o qadın çıxıb gedir, ya da ki, o iki evə yaşasa da, yenə də həyat yoldaşı ilə onun o dərin bağlılığı var. Yenə də kimsə əgər istəyir, yox, bizə lazımdır, o qadın çıxıb getsin və s. Qızlar, sən ancaq özünə görə nəsə edə bilərsən. Sən nə kişinin qərarına təsir edə bilərsən, nə o qadına təsir edə bilərsən. Zənglərlə, ya da ki, hansısa hədə qorxu ilə gəlməklə və s. Kişi yaxşı bilir sən kimsən və səninlə necə davranmaq olar. Əgər sən kişi üçün dəyərlisən və o bilir ki, sən lüboy vaxtı gedə bilərsən, o milyon dəfə düşünər harasa getməkdən öncə. Ya da ki, gedər və sonra onun fəsadlarını yaşayar. Amma əgər o bilir ki, sən burada qalacaqsan, baxır ki, mənim üçün burada çatışmayan, bunlardır, şuursuz bunlar olur. O qadında var, və mən rahat ora gedə bilərəm. Sən də dediyi danış, mən də öz işimi görəcəm. Bu halın olmaması üçün qadın öz daxilində həmin o çatışmayan hissəni yaratmalıdır. Nə vaxt qadın atmosfer yarada bilir, nə vaxt qadın yataqdan zövq alır, nə vaxt zövq verə bilir, nə vaxt bilir ona zövq necə verə bilərlər və bundan həzz alır. Ay utanıram, ay əzilirəm, ay büzülürəm, oy belə olmaz, oy buna, oy birdən bəyənməz, birdən nəsə.
O artıq səninlədir. O artıq buradadır. Siz artıq bunu yaşayırsınız. Və səndən indi asılıdır necə siz bunu yaşayacaqsınız. Ay, o yoxsa alovlu, gözəl, nə vaxt sən özünü təqdim edə bilirsən, öz bədənini təqdim edə bilirsən və özün də bacarıqlısan və təcrübəlisən qızlar. Mən sizin üçün 2 həll yolunu yaratmışam. Biri bu mənim seks və sevgi kitabımdır. Açırsınız, oxuyursunuz və burada bu kitabda həmin o daxili alovu, sevgilini, ehtirası yaratmaq üçün və ailədə xoş münasibət yaratmaq üçün kitabdır. Və var başqa bir çox möhtəşəm təlim, onun adı sevgi harmoniyasıdır. Harda biz, biri var sən bunları oxuyursan, deyə bilmərəm ki, bunun təsiri yoxdur. Amma oxumaq və canlı-canlı dinləmək, görmək, onu hiss etmək bu tamamilə fərqli bir təsirdir. Hər ikisi çox güclüdür, hər ikisi çox praktikdir. Amma hər kəs üçün özünə görə qavranma qabiliyyəti var, qəbul etmək qabiliyyəti var və bəzən mən qızlara deyirəm ki, kitab alın, o da deyir, mən nə vaxt kitab oxuyacağam, mən nə vaxt bunları eləyəcəm. Biri var, mən açıram, dinləyirəm nəyinsə, bəlkə də fonda nəsə bir iş görürəm, amma yenə də dinləyirəm və yenidən dinləyə bilərəm və bu mənə daha rahat və xoşdur. 16 dekabrda biz yenidən sevgi harmoniyasına başlayacağıq. Bizi gözləyir 3-4 Zoom görüş. Hər Zoom görüş 2 saatlıqdır, təxmini 2 saatlıqdır. Və orada proqramı indi siz burada görə bilərsiniz. Rəyləri burada görə bilərsiniz. Bağlı Telegram kanalda sizi təcrübə üçün fərqli video təlimatlar gözləyir. Orada oral seks, miniyet, yataqda pozalar, masajlar, bədən plastikası, onun üçün rəqs var. Nələrə sən yenə də baxırsan, yavaş-yavaş özündə bunları eləyirsən və yatağa daxil edirsən. Mən artıq qızlar bir neçə gündür qoşulub, amma bonus videoları artıq Telegram kanaldadır və dünən mən mesaj aldım ki, biz bunu yaşadıq, tamamilə fərqli bir gecə yaşadıq, harda o məni az qala parçalayırdı, harda mən ona çox gözəl bir şeylər elədim və biz birlikdə çox gözəl sevişdik və gecə tamamilə fərqlidir. Tak, qızlar, məncə bu qədər uzatmayım. Hər yolları sizin qabağınızdadır. Yenə də siz bəlkə də özünüz də araşdıra bilərsiniz. Hə, bunu necə edim, onu necə edim. Buna aylar, illər gedəcək, amma hər kəsin seçimi özünə görə doğrudur qızlar. Mən sizi öpürəm. 10 dekabrda endirimlər bitəcək. Buna görə də kim qoşulursa cəld olun və biz sizinlə sevgi harmoniyasında görüşərik.